Salam uşaqlar, funksiyalar birinci bölməni izah edirəm. Deməli, y bərabərdir kx plus b və k bölü x funksiyaları. Başlayaq. Deməli, birinci sualımız deyir ki, funksiyanın sıfırlarını tap. Funksiyanın sıfırını tapmaq, yəni həmin funksiyanın sıfıra bərabər olduğu nöqtəni tapmaq deməkdir. Gəlin birinci sualımızı hesablayaq. Y bərabərdir 3-də 1x çıx 20. Deyir, bu funksiyanın sıfırını tap, yəni verilən funksiyanın sıfıra bərabərlidir. 3'də 1 x bərabərdir 20'yə. 20'ni də 3'də 1'ə böləndə edir 60 və salat tapdıq. İkinci sualda deyir ki, funksiyanın sıfırlarını tap. Y bərabərdir 9 verir. Bunu sıfıra bərabər eləsəm, 9 bərabərdir 0 alırım. İkisi tapa bilmirəm axı. Deməli, ikinci sualda yazırıq ki, funksiyanın sıfırları yoxdur. Keçirik üçüncü sualımıza. Üçüncü sualımız hazır özü düsturu verir. Y bərabərdir k bölü x funksiyasıdır və deyir d 9 və mənfi 3'də 1 nöqtəsindən keçir. Deməli, bilməli olduğumuz budur ki, nöqtənin koordinatı veriləndə birinci verilən x-dir, ikinci verilən y-dir. Gətirib x və y-in yerinə yazırıq. Y-in yerinə mənfi 3'də 1, k bölünsün, x-in yerinə də 9. Tənasib kimi vurursunuz, 3k bərabərdir mənfi 9'a. 9'u da 3'ə bölürəm, mənfi 9'u 3'ə bölürəm. Olur mənfi 3. Mesela sual bu qədər idi. 5-ci suala keçirəm. Y bərabərdir k çıx 2 böl x-dir. Yenə nöqtə verib mənfi 3, mənfi 7 nöqtəsindən keçir. Bir k-nı tapır. Əslində eyni şeydir. Bu x-dir, bu y-dir. Gətirib yerinə yazıram. Mənfi 7 bərabərdir k çıx 2 böl mənfi 3. Mənfi 7-ni mənfi 3'ə vururam, edir 21. 21'in də üstünə 2'ni gəlirəm, oldu 23. K olmuş oldu 23. 6-cı suala. Baxaq. Deməli, 6-cı sualımız deyir ki, bucaq əmsalı mənfi 0,4'dür. Bucaq əmsalımız nədir? K. K mənfi 0,4'dür. Sonra deyir ki, xətti funksiyanın qrafiki A mənfi 2,5 və 2,6 nöqtələrindən keçir. Onun tənliyini yaz. Birinci, düz xəttin tənliyini yazıram. Y bərabərdir kx plus b. Bu bizim x-dir, bu bizim y-dir. Yerinə qoyaq, b-mizi tapaq. Deməli, y-in yerinə 2,6 bərabərdir. K-nın yerinə mənfi 0,4 vur, x-in yerinə mənfi 2,5 üstə gəl b. 2,6 bərabərdir. 2,5'i 4'ə vuranda eləyir 1. 2,6'dan da 1'in çıxıram. B oldu 1,6. Düz xəttin tənliyi kx plus b idi. K ilə b-ni yerinə qoyuruq. Y bərabərdir. K-mız mənfi 0,4x. B-miz də 1,6 olmuş oldu. Yəni, mənim düz xəttimin tənliyi budur. 7-ci sual deyir, hansı xətti funksiyadır? Xətti funksiya kx plus b idi. Yəni, x kvadratı olmamalıdır, məxrəcdə x olmamalıdır. A variantında da məxrəcdə x var, b-də də, c-də də, d-də də. Deməli, cavab oldu y variantı. Deyəsiniz, y variantında axı x böl 5'dir. Uşaqlar, x böl 5, 5'də 1 x-dir. 5'də 1 x, 3'də gəl, 3'də 1 təyinliyir. 8-ci suala keçirik. Qrafik verib, xətti funksiyadır və bucaq verib. Yadınızda saxlayın, həmişə və həmişə bucaq veriləndə bilin ki, bucaq əmsalı tangens alfaya bərabərdir. Yəni, k bərabərdir tangens alfadır. Bucaq əmsalını bucaqla tapmaq üçün istifadə edəcəyimiz düstur tangens alfadır. Yəni, 8-ci sualı bir də çəkmirəm. Orada bucağı 60 dərəcə verir. Deməli, k bərabərdir tangens 60. Tangens 60'da nə alır? Kök 3. Deməli, k-mız kök 3'dür. Kx plus b-də k-nı kök 3 nəzərə alsaq, y bərabərdir kök 3x olmuş olacaq. 9-cu sualda da tangens 120'ni tapmalı olacaqsınız. Uzun sözün qısası, xətti funksiyada nə vaxtsa bucaq verilərsə, dərəcə verilərsə, bilin ki, k tangens alfaya bərabərdir. Keçirik 10-cu sualımıza. Şəkil verim. Deyir ki, qrafikə əsasən k ilə b-nin işarəsini təyin edin. Xalat, y bərabərdir kx plus b-də. K bucaq əmsalıdır. B isə sərbəst xəttir. B bizə nəyi göstərir? Həmişə yadınızda saxlayın. Y oxunu kəsdiyi yeri göstərir. Yəni, bu şəkildə, bax, B buradır.
Y-i kəsdiyi yer. Harda kəsir? Yuxarı müsbət y-in, aşağı y-in mənfisidir. Deməli, bu şəklə əsasən deyirik ki, B mənfidir. Mənfi olmaqda riyaziyyatda nə deməkdir? B kiçikdir, sıfırdır. Bu belə. K-ya gəlirik. K bucaq əmsalıdır. Bucağa görə də təyin etmək olar. Nə mənada? Baxın, bucaq bu iti bucaqdır. Əgər bucaq iti bucaq olarsa, K müsbətdir. Kör bucaq olarsa, K mənfidir. Gördüyümüz kimi, X oxunun müsbət istiqaməti ilə əmələ gələn buradakı bucaq iti bucaqdır. İti bucaqdırsa K müsbətdir. K böyüdür 0. Bir də deyirəm, iti bucaqdırsa K müsbətdir. Kör bucaqdırsa K mənfidir. Uşaqlar bəzən deyir, müəllim bu tərəf kördür da. Uşaqlar biz X oxunun müsbət istiqamətlə, yəni bu tərəflə, sağ tərəflə əmələ gətirdiyi bucağı nəzərə alırıq. Deməli, iti bucaqdır deyə K-mız müsbət oldu və yaxud belə də deyə bilirik. Birinci və üçüncü rübdən keçirsə K müsbətdir. Əgər 2-4-dən keçsəydi K mənfi olacaqdı. Bu qədər. Keçirik 12-ci sual olsun. Qrafik verib. Deyir, qrafikə əsasən K ilə B-nin cəmini tap. Birinci buradan başlayırıq. Bayaqçı, bundan əvvəlki misalda dedik ki, B funksiyanın Y oxunu kəsdiyi yerdir. Yəni, söhbət xətti funksiyadan gedir. Yəni, Y oxunu kəsdiyi yerimiz budur 5. Yəni, B 5-dir. Bu öz yerində. Gələk K-nı tapmaq. Əslində, K-nı tapmaq üçün bir neçə üsul var. K-nı tapmaq üçün Y/X düsturundan da istifadə etmək olur. Amma məsələ nədir orada? Orada nəzər almalısan ki, kör bucaqdır, yoxsa iti bucaq əmələ gətirib. Yəni, mənfi müsbət götürməyini nəzər almalısınız. Gəlin yazım. K bərabərdir Y/X-dir. Yəni, 5/5 yazırıq. 1. İndi mənfi müsbətliyini nəzər almalısınız burada. Əslində, moduldadır bu, belə deyim. Rübünü nəzərə almalıyıq burada. Nə mənada rübünü? Baxın, burada əmələ gələn bucaq, ya rübünə baxmalıyıq, ya da əmələ gələn bucağa. Bucaq buradır. İti bucaqdır. İti bucaqdırsa K-mız müsbət olmalıdır uşaqlar. Yəni ona görə də mənfi 5 yox, 5 ilə hesablayırıq da, yəni uzunluqla hesablayırıq. Oldu 1. Əgər tutaq ki, kör bucaq əmələ gətirsə, tutaq ki, şəkil belə çəkilsəydi, onda kör bucaq idi və bu zaman mənfi götürməlidir. Yəni K mənfi 1 olacaqdı. Oldu 1. Sizdən də bu K ilə B-nin cəmini istəyir. 5 ilə 1-in cəmi 6. K-nı tapmağın ikinci üsulu da var. Hətta üçüncü üsulu da var. İndi ikinci üsulu deyək, düsturla. K-nın hazır düsturu var. Y2 çıx Y1 bölünsün X2 çıx X1. Bu X2, Y2 nədir? 2 dənə nöqtə var burada, bunların koordinatı. Birinci bundan başlayaq. Mənfi 5, Y 0'da. Niyə? X oxu üzərindədirsə, X-i mənfi 5'dir, Y avtomatik 0. Bu nöqtə isə Y oxu üzərindədir. Deməli, X 0'da 0, 5 nöqtəsini gətirib düsturda yerinə qoyaq. Deməli, bu olacaq X1, Y1. Buna da deyək, X2, Y2. Səndən Y2 çıx Y1 istəyir, 5 çıx 0. X2 çıx X1, 0 çıx mənfi 5. Eləyir 5/5, yəni belə də tapa bilərsin. 1 ilə də 5 toplayırsan 6. Bu ikinci üsul. Üçüncü üsula gəlirəm. Üçüncü üsulun nədir? Düz xəttin tənliyini yazıram. Y bərabərdir K x B. Və biz bu 5'i hesablamışıq da B5'dir. Mənfi 5'e görə amma heç nə eləməmişəm bu üsulda. Ona görə deyirəm ki, X-in mənfi 5'dirsə bu nöqtədə. Y-im olacaq 0. Niyə? X oxunu kəsirsə Y 0. Gətirib bu üçünü bu tənlikdə yerinə qoyub K-nı tapa bilərik. 0 bərabərdir K vur mənfi 5 plus 5. Mənfi 5K-nı digər tərəfə keçirəndə müsbət 5K bərabərdir 5'ə. 5 də 5'ə bölürəm, K da oldu 1. K ilə də B-nin cəmi 5 ilə 1'in cəmi oldu 6. Yəni hər 3 üsul düzdür. Kimə hansı rahatsa ondan da hesablaya bilər. Davam edirik 13-cü sualımızla. Sual belədir. Y bərabərdir 5'də 3x plus 4. Deyir ki, apsisi ordinantına bərabər olan nöqtənin koordinatları. Yəni
x y-ə bərabərdir. Ürəyimiz istəyir bu x-in yerinə y qoy və yaxud y-in yerinə x qoy. Mən y-in yerinə x qoyacağam. Yəni yazacağam x bərabərdir 5-də 3x plus 4. İndi x-ləri bir tərəfə keçirirəm. X-də bərabərdir 2-ni 5-də 2-yə böləndə, yəni 4-ü 5-də 2-yə böləndə 4-ü 2-də 5-ə vurmuş oluruq. Olur 10. X 10-dursa y də 10-dur. Çünki bir-birinə bərabərdir. Bizdən də istəyir x ilə y-in cəmini. 10 ilə 10-un cəmi olacaq 20. 15-ci sual deyir, nəyin qrafikidir? Uşaqlar 1/x-in qrafikidir. Yəni, qrafikləri qaydada var, əzbərləməlisiniz formalarını ki, qarışdırmayasınız. 16-cı suala keçirəm. Deyir ki, k ilə b-nin işarəsini müəyyən edin. Uşaqlar, qayda olaraq deyə bilərik ki, birinci üçüncü rübdə olan müsbətdir, 2-4-də olan mənfidir. 1-3 hara sayılır uşaqlar? Baxın, birinci rüb buradır, üçüncü rüb buradır. 1-3-də olan müsbətdir, yəni k müsbətdir. 2-4-də olan isə mənfidir, ikinci rüb buradır, dördüncü rüb isə buradır, deməli b də mənfidir. K müsbətdir, b mənfidir. Davam edirik. 18-ci sualına. Deyir ki, A sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir. Modulda A, modulda B-dən kiçikdir. Və y bərabərdə x və bx funksiyaları necə yerləşmişdir? Birinci buradan başlayaq. A-sı da mənfidir, B-si də mənfidir. Y bərabərdə ax və bx-dən söhbət gedir. Yəni, kx funksiyası da sadəcə k-sı A ilə B ilə işarə olunub. Deməli, x-də mənfidirsə, k mənfidirsə funksiya hansı rüblərdən keçirdi? İkinci və dördüncü rüblərdən. Deməli, şəklimiz ikinci və dördüncü rüblərdən keçməlidir. Yəni, beləsindən çəkiləcək. Sadəcə hansı yuxarıda, hansı aşağıdadır? Yəni, cavab ya C-dir, ya da Y-dir. İndi gələk bunlara. Hansı daha böyükdürsə, o daha yuxarıda yerləşir. Burada B böyükdürsə, deməli, B daha yuxarıda yerləşməlidir. Tutaq ki, iki dənə funksiya çəkək. Bu B olacaq, bu isə A olan olmuş olacaq. Çünki modulda B, modulda A-dan böyüksə, deməli, böyük olan daha yuxarıda yerləşmiş olur. Deməli, cavab oldu Y variantı və yaxud yerinə qiymət də qoyub tapa bilərsiniz. Amma ən rahat üsul budur. 19-cu suala keçirik. Sabit funksiyadır. F1, F3, F4 mənfi 27-dirsə, F64-ü tapın. Sabit funksiya odur ki, həmişə eyni qiymət alır. Yəni, məsəl üçün, Loro dildə izah edək sabit funksiya. Məsəl üçün, belə deyim də, sabit funksiya. Məsəl üçün, əli yemək yeyir. Tutaq ki, hər o 1 saatdan 2 stəkan su içir. Yəni, bu standartda əli heç vaxt dəyişmir. Həmişə hər saatdan 2 stəkan su içir. Yəni, saat 2-də də, saat 5-də də, saat 7-də də eyni 2 stəkan su içmiş olur. Yəni, onun F2-si, F5-i, F7-si nəsə hamısı bir-birinə bərabər olmuş olur. Yəni, 2-yə bərabər olmuş olur. Burada da eyni şeydir sabit funksiya. Yəni, sabit funksiyada x olmur. Məsəl üçün, fx bərabərdir 7, bu sabit funksiyadır. Deməli, f1, f3, f9 mənfi 27-dir. Yəni, bunlar eyni qiymət alır. Tutaq ki, f1-də A alırsa, f3-də də A alır, f9-da da A alır. Yəni, 3-ü də A-dırsa, 3 dənə A-nı bir-birinə vuranda mənfi 27-yə bərabərdirsə, yəni A kubu mənfi 27-dir, A mənfi 3-dür. Yəni, f1-də, f3-də, f9-da mənfi 3-dür. Bəs f64 nə olacaq? Sabit funksiya həmişə eyni qiymət alır. Yəni, f64 də mənfi 3 olmuş olacaq. Keçirik 20-ci sual.
Deməli, f plus b-ni istəyir uşaqlar. Yəni, bilməli olduğunuz birinci oydu ki, sabit funksiyada x olmamalıdır. Yəni, demək belə çıxır ki, bu da 0 olmalıdır ki, o x yox olsun. Yəni, a 3 olmalıdır. Eyni qayda ilə bu da 0 olmalıdır. Çünki yanında x var, bu da 0-a çevirməlidir ona görə də. Yəni, x olanlar bu da yox olmalıdır. Qalmalıdır ancaq bu sabit funksiya olması üçün. Yəni, sabit funksiya, fx funksiyası ancaq 2a plus 3b-dən ibarət olmalıdır. Aydındır mı uşaqlar? İndi sizə deyir ki, f plus b-ni tapın. Uşaqlar çaşbaş qalır. Deməlim, aparım x yoxdur, axı a plus b-ni hara qoyum? Sabit funksiya həmişə eyni qiymət alır, düzdür? Gəlin biz fx-i tapaq. 2 vur 3, üstəyənsin 3 vur 4. B edir 18. F səndən 5-i də istəsə 18-dir. F 50-ni də istəsə, 51-i də istəsə, cavab 18-dir. Sabit funksiya dəyişmir. Yəni f a plus b də elə 18 olmuş olacaq. Nə soruşur? Soruşsun, eyni qiymət almış olacaq. Deməli, 21-ci sual, 21-ci sualımız budur. Fx bərabərdir kx plus b. 5x çıx 25 kx plus b. 5 aşağıda 5x çıx 25 sabit funksiyasıdır. Deyir k plus f2-ni tapın. Uşaqlar, birinci isə bunu deyim. Sabit funksiyası əgər yəni x-ların bir-birinə olan nisbəti sərbəst sətlərin, yəni k1 böl k2 bərabərdir b1 böl b2 olmuş olur. Bu sabit funksiyanın xassəsidir. Yuxarıda k, aşağıda k-mız 5, sərbəst sətlim 5, bu birisi də mənfi 25. Çarpazla vursaq, mənfi 25k bərabərdir 25-ə, k olmuş oldu mənfi 1. İndi bizdən istəyir f2-ni tap. Gətirək yerinə bax. Kx üstə gəl 5 bölünsün. K-nın yerinə mənfi 1 qoyaq uşaqlar. Mənfi 1. Məxrəcdən elə 5-i çıxardıb ortaq ixtisar etsəz yox olacaq x-lar. Amma yenə də x-ların yerinə gəlin mənfi 2 qoyaraq hesablayaq. Mənfi 1 vur 2 üstə gəl 5. Aşağıda 5 vur 2 çıx 25. Yuxarı edir 3, mənfi 2 üstə gəl 5, 3. 10 çıx 25 isə mənfi 15. Bunu da 3-ə ixtisar edirəm, mənfi 5-də 1 qalır, yəni mənfi 0,2. Sizdən də k ilə f2-nin cəmini istəyir, mənfi 1-lə mənfi 0,2-ni toplayırıq, mənfi 1,2. Uşaqlar, 26-cı sualı yazmayacağım, eyni sualdan da k-ları bölürük. B-ləri də bir-birinə bölürük. Yəni m böl 4 bərabərdir 9 böl m yazırıq orada. M-i tapacaqsınız. 26-nı yazmayacağım. 22-ci suala gəlirik. Düz xətlərin kəsişmə nöqtəsini istəyir. Deməli, düz xətlərin kəsişmə nöqtəsini istəyirsə, o düz xətləri bir-birinə bərabərləşdirməklə verilən tənlikləri kəsişmə nöqtələrini tapa bilərik. Yəni 3x 7-ni bərabər edirəm 5x çıx 13-ə. X-ləri bir tərəfə keçirirəm, ədədləri isə digər tərəfə keçirirəm. X-i tapdıq, qaldı y-i tapmaq. X-in bu qiymətini apar ya birinci, ya ikinci tənlikdən yerinə qoyub y-i də tapa bilərik. Mən ikinci də qoyuram. 5 vur 3, çıx 13, 15 çıx 13 eləyir 2. Bizdən istəyir koordinatları hasilini tap. Yəni x-i y-ə vur, 3, 2-yə vururam. 6. Üçüncü sual uşaqlar. Deyir ki, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyasının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 150 olar. Baxaq, birinci şagird grafikə baxırıq. 18 səhifəni oxuyur 20 dəqiqəyə. Deməli, bu şagird 1 dəqiqəyə neçə səhifə oxuyur desəm, 18-i 20-yə bölməliyik. İkinci isə 30 dəqiqəyə 15 səhifə oxuyur. 1 dəqiqəyə neçə səhifə oxuyur? 15-i böləcəm 30-a. Bu ikisi bir yerdə şagirdlərin 1 dəqiqəyə oxuduğu səhifələrin sayıdır.
Tutaq ki, x dəqiqəyə oxuyursa, bir dəqiqəyə oxuduğu səhifələrin sayını dəqiqəyə vuranda alınır ümumi oxuduğu 210 səhifəni oxumalıdır. Deməli, ya da ki, tənlik eləmək istəmirsinizsə, bunu toplayaq. Bir dəqiqəyə görə nə qədər oxuyur? Ortaq gətirək 30-a. Əslində, ixtisar edib də toplamaq olar. 2-yə ixtisar eləsəm, birinci edir 10-da 9. Bunu da 15-ə ixtisar eləsəm, alınır 2-də 1. Ortaq məxrəc gətirəndə bunu 5-ə vurmaq kifayət eləyir. 10-da 9, üstəgəl 10-da 5 toplayanda eləyir 10-da 14. Bu demək ki, ikisi bir yerdə 10-da 14 səhifə oxuyurlar. 1,4 də yaza bilərsiniz, 5-də 7 də yaza bilərsiniz. 5-də 7 səhifə oxuyurlar 1 dəqiqəyə. 210-u neçə dəqiqəyə oxuyacaqlar? 210-u da bölürəm 5-də 7-yə. Yəni 210-u vururam 7-də 5-ə. Eləyir 150. Bayaq dediyim kimi tənlik də eləmək olardı. Yəni 20-də 18 üstəgəl 30-da 15. Bu 1 dəqiqəyə oxuduqlardır. Tutaq ki, x dəqiqəyə qutarırlar. Vuranda 1 dəqiqə oxuduqlarını dəqiqəyə vuranda alınır ümumi oxuduqları səhifənin sayı 210 alınmalıdır. Yəni bu tənliyi həll edib də yaza bilərsiniz və yaxud belə həll edib 150 də ala bilərdik. 24-cü suala baxıram. Nə deyir 24-cü sualda? 24-cü sualda deyir ki, qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmək müddətləri arasında asılılıq verilmişdir. Bilirik ki, uşaqlar, iş məsələləri tərs mütənasibdir. Yəni, mən tənasib qurub qarşı-qarşıya vuracam. Deməli, 10 dənə işçi işi görür n plus 1 saata. N işçi isə işi görür n plus 7 saata. Dediyim kimi iş məsələləri tərs mütənasibdir. Qarşı-qarşıya vuracam. Onu vuracam n plus 1-ə. N-i isə vuracam n plus 7-yə. 10n plus n bərabərdir n kvadrat plus 7n. N kvadrat plus 7n-i saxlayıram. Bunları digər tərəfə keçirirəm. 10n-i burada səhv etmişəm. 1-i 10-a vuranda 10n. 10n çıxılsın 10 bərabərdir 0. Vuranda mənfi 10, toplayanda da 3 eləyən ədəd 5 ilə mənfi 2-dir. Zaman mənfi olanmaz. Ona görə n oldu 5. Bizdən bunu istəmir. Bizdən soruşur, 20 işçi həmin işi neçə sahada görər? Uşaqlar, 10 işçi neçə sahada görürdü? 6 saat. Deyəsiniz, hardan bildim? N plus 1 deyil uşaqlar. 5-in üstünə 1 gəldiyində n-i 1 alır. 6 sahada görür. 20 işçi həmin işi neçə sahada görür? X. İş məsələsi tərs mütənasibdir. Qarşı-qarşıya vuracaq. Deməli, 10 vur 6. 10 vur 6. Bərabərdir 20 vur x. 16-ya 60, 60-ı da 20-yə böləcəm. 3. Və belə də düşünmək olar. İşçinin sayı 2 dəfə artıbsa, zaman 2 dəfə azalmalıdır. 6-nı 2 dəfə azaldıram. 3 də ola bilərdi. Belə də şifahi yaza bilərdi. Gəlirik 25-ci sual. Deməli, verilib y bərabərdir 2ax, üstəgəl 3a kvadrat çıx 14a. Funksiyası deyir ki, ordinal toxunu mənfi hissədə kəsir. Bir dənə qrafik çəkirəm. Ordinal toxunu mənfidə kəsir. Yəni, bax, belə kəsir. Bu, ordinal toxunun kəsdiyi yer nə idi? Bizim sərbəst həddimiz idi də, b idi. Deməli, belə çıxır ki, b mənfidir. Burada, baba, b budur. Hardan bilirəm, budur. Çünki düz xəttin tənliyi kx plus b-dir. Yəni, yanında x olmayan hamısı b sayılır. Bu k-dır, bu isə b-dir. Deməli, mənfidə kəsirsə, y kəsdiyi yer b-dir. Deməli, b mənfi olmalıdır. Yəni, 3a kvadrat çıx 14-də kiçik 0 olmalıdır. A-nı ortaq çıxardıram. Ayrı-ayrı 0-a bərabər eləyirəm. Və demişdik, kvadrat bərabərlikdə kiçik olanda aldığım ədədlər mənim cavabım olur. Yəni, cavabım 0-dan 4,2-yə qədərdir. Deyir, A-nın neçə tam qiymətində? 0-dan 4,2-nin arasında olan tam ədədlər 1, 2, 3, 4-ün özüdür. Deməli, 4 dənə tam qiyməti var. Cavab olacaq 4. 26-nı bayaq deymişəm. 21-i izah edəndə. Ona görə onu yazmıram. Keçirik 27-ci suala.
Gəlin baxaq. 27. Deməli, uşaqlar, 27-nin birincisi 2x plus 3y bərabərdir 5-dir. Deyir ki, uyğunluğu müəyyən eləmək lazımdır. Birə uyğun gələcək C variantı bir-bir nöqtəsindən keçir. Yəni, variantları yoxlamaq lazımdır uşaqlar sadəcə burada. Məsələn, A variantda deyir, koordinat başlanğıcından keçir. Yəni, 0-0 qoymalıyam, 5 almalıydı. 2 vur 0 üstəlik 3 vur 0, 5 eləmir. Deməli, bu uyğun deyil. Amma C variantı uyğundur. Gəlin yoxlayaq. Deyirəm ki, bir-bir nöqtəsindən keçir. Yoxlayaq. 2 vur 1, üstəgəl 3 vur 1, bərabər olmalıdır 5-ə. Həqiqətən də 5 bərabərdir 5 alınır da. Deməli, birinci suala C variantı həqiqətən uyğundur. Keçirəm ikinci suala. 3x üstəgəl 3y bərabərdir -1 olarsa, deyir ki, koordinat başlanğıcından keçir, bu olmayacaq. 0, 0, 3 vur 0, üstəgəl 3 vur 0, bərabərdir -1 olamaz. Koordinat başlanğıcından keçmir. Bucaq əmsallarına baxaq və yaxud absis toxunun müsbət istiqamətli əmələ gətirdi bucaqlara baxaq. Gəlin, normal bunu düz xəttin tənliyinə çevirək. 3y bərabərdir -3x çıx 1, y də bərabərdir. 3-ə bölürəm. -3x-i 3-ə böləndə -x çıx 3-də 1. Demək, uşaqlar, bunun k-sı -1-dir. K nəyə bərabər idi? Tangens alfaya. Tangens alfa bərabərdir -1. Tangens -1 harada alır? Tangens 1-i alır 35-də, -1-i alır 45-də, -1 isə 180-dən 45 çıxan 135-də almış olur. Deməli, buna aid olduğu 135 dərəcə D variantı uşaqlar ikinciyə aiddir. Və Y variantı da hətta buna aiddir. -1 3-də 2 nöqtəsindən keçir. Gəlin yerinə qoyub yoxlayaq. -1 3-də 2 nöqtəsindən keçdiyini yoxlayırıq. X-in yerinə -1, yəni 3 vur -1. Üstəgəl 3 vur 3-də 2 bərabərdir -1 olmalıdır. 3-ü -1-ə -3. Burada 3 də gedir, qalır 2. -3-ün üstünə 2 gələndə -1 eləmiş olur. Deməli, -1 bərabərdir 1 doğru olduğu üçün, deməli, -1 3-də 2 nöqtəsindən də keçmiş olur. Deməli, ikinciyə D ilə Y aid olmuş oldu. Keçirik üçüncü sualımıza. Üçüncüsünə. Deməli, üçüncü sualımız 3x plus 2y bərabərdir 0. Avtomatik koordinat başlanğıcından keçir. Baxın, 3 vur 0, üstəgəl 2 vur 0 bərabərdir 0, bərabərdir 0 şərti ödənir. Koordinat başlanğıcı 0-0 nöqtəsidir. Yəni, ona görə x-in və y-in yerinə 0 qoydum. Deməli, koordinat başlanğıcından keçir. A variantı bunlar doğrudur. Şimdi bucaq əmsalı -1,5-dir. Gəlin yoxlayaq. 3x plus 2y bərabərdir 0-dan y-i tapaq. 2y bərabərdir -3x-ə. -3x-i 2-yə böləndə -1,5x. Həqiqətən bucaq əmsalı -1,5-dir. B variantı da buna aid olmuş oldu. Deməli, birinciyə C, 2-yə D ilə Y oldu, 3-ə də A ilə B olmuş oldu uşaqlar. Keçək 28-ci sualımıza. Deməli, 28. Nədir məsələn? Birincisi, K-sı müsbət, B-si müsbətdir. Hansı qüvvələrdən keçir? Onları təyin etmək lazımdır. Deməli, uşaqlar, K-sı müsbət, B-si də müsbətdir. Birinci sualımızdır. K müsbət, B müsbətdirsə bu funksiya birinci və üçüncü qüvvələrdən keçir. Birinci və üçüncü qüvvədən keçir. Deməli, uşaqlar, eyni zamanda 1, 3 əsas hissəsidir. Balaca bir hissəsidir 2-dən keçir deyə 1, 2, 3 deyirlər. Yəni, əslində 1, 3-ü tapacaqsan B variantı olacaq. Deyəsiniz, A variantı niyə olmadı? Təm bölənirdir. Təm bölən olması üçün bu koordinat başlanğıcından keçməlidir. Yəni, bunun B-si 0 olmalıdır uşaqlar. Burada isə B-si 0 deyil, müsbətdir. İkinci halım, deməli, K kiçikdir 0. B də kiçikdir 0. Deməli, K-mız mənfidirsə, bu funksiyaya keçməlidir. İkinci və dördüncü rüblərdən və eyni zamanda B-si mənfidirsə, Y-i də mənfidə kəsməlidir. Yəni, tutaq ki, buralarda bu formada olmalıdır. Deməli, onunla keçir 2, 3, 3-də balaca bir hissəsi var. 4-dən 2, 3, 4-dən D variantı olmuş oldu. Və kör bucağı mənə gətirir. Heç onu yuxarıdakında baxmadıq. Baxın, uşaqlar, X oxunur müsbət istiqamətlə. Yəni, sağdan gəlirik sola. Bəli, bura kör bucaqdır. Burada isə iti bucaq idi. Baxın, bura baxmadıq. Birinci iti bucaqdır. İti bucaq yoxdur, amma kör bucaq var. Ona görə də ikinci misalımıza D ilə Y aid olmuş oldu. Üçüncü sualımız, necə dedim, K-sı 1-dir, B-si 0-dır. B-si 0-dırsa
bu koordinat başlanğıcından keçir. K-sı da 1-dirsə, yəni tən ortasından keçir. Hardan bilirik? K tangens alfadır. Tangens alfa 1-ə bərabərsə 45 dərəcədir. Bu 90-dırsa 45 dərəcə əmələ gətirirsə tən ortasından keçmiş olur da. Deməli, birinci və üçüncü rüblərin tən bölənlidir. Deyərsə, mənim niyə 2 və 4-ün yox? Çünki K-sı müsbət ədəddir. Müsbət olduğu üçün birinci, üçüncü rübdən keçməlidir. Deməli, üçüncüyə də aid olmuş oldu A variantı. Keçirik 30-cu sualımıza. Nə deyir 30-cu sualda? Qrafik veribdir. Mən indi qrafiki bir dora çəkmirəm. Deyir ki, A kranı ilə hovuzu doldururlar, B ilə isə boşaldırlar. Deməli, grafikə baxıram. A kranı 2 sahada 18 kub su tökür. Deməli, 2 sahada 18 kub tökürsə, 1 sahada 18-i bölürəm 2-yə 9 litr su tökür. 1 sahada 9 kub metr su tökür A kranımız. B kranımız isə 3 sahada 15 litr su boşaldır. 15'i 3'e bölürəm. Deməli, 1 sahada 5 kub metr su boşaldır bu B kranı. Deməli, A kranı hovuza 1 sahada 9 litr su tökür. B isə 5 litr boşaldır. Deməli, burada 1 sahada nə qədər su qalır? 1 sahada 4 kub metr su qalmış olur. 8 sahada açıq qalarsa, 1 sahada 4-dürsə, 8 sahada 32 kub metr su olmuş olur hovuzda. Hovuzda 50 litr su tuturdu. Amma hovuzda var 32 kub metr. 32 litr su belə deyim də, loru dildə. Deyir, bu neçə faizi dolu olar? Yəni 32-50-nin neçə faizidir uşaqlar? Deməli, hovuz 50 litr tutur, amma hovuzda 32 litr su var. Hovuzun neçə faizi doludur? Yəni 32-50-nin neçə faizidir? 32 bölü 50 vur 100. Eləyir 64 faiz. 31-ci suala baxıram. Deyir ki, A-nın hansı qiymətlə funksiyanın qrafiki yalnız birinci və ikinci rüblərdə yerləşir. Normalda uşaqlar bu Kx, baxın Kx plus B funksiyasıdır. Kx plus B funksiyası birinci və ikinci rüblərdən keçmir. Bu normalda keçir 1, 3-dən, ya 2, 4-dən müəyyən bir hissəsi daxil 2 də ola bilərdi. Amma burada isə deyir ki, sırf birinci və ikinci rüblərdən keçir. Onda yəni birinci rüb buradır, ikinci rüb buradır. Deməli, qrafik x oxuna paraleldir. Niyə? İzah edeyim. Əgər bu bir müəyyən qədər əyrisi olsa, belə deyək ki, 1-2-dən keçir, düzdürmü? Bunu uzadanda gəlib 3-dən də keçmiş olur. Ona görə də paraleldir ki, uzadanda da gəlib digər rüblərdən keçməsin. Paralel isə deməli, x oxu ilə bucaq əmələ gətirmir, yəni k-sı 0 olmalı. 1-3-dən keçirsə, y-i kəsdiyi yer bilirsiniz də B-dir. B-si isə müsbət olmalıdır deməli. Çünki y oxuna müsbət hissəsi kəsmiş olub. 2-4-dən keçsə, y-i mənfi olmalıdır. B-si mənfi olmalıdır. Y-i mənfi də keçəcəkdi, 2-4-dən keçsəydi. Y-i mənfidirsə, yəni B-si mənfi y-i kəsdiyi. Deməli, A kvadratı çıxılsın 10-a plus 16-nın 0-a bərabər edirəm. Bu ümumiyyətlə tapıram vuranda 16, toplayanda da 10 eləyən ədəd 2 ilə 8-dir. İstəsəz kvadrat tənlikdə eləyə bilərsiniz. B-miz müsbətdir, yəni 9 çıx A kvadratı müsbət olmalıdır. Bu bərabərsizliyi həll edib mənfiyə bölü A kvadratı çıx 9 kiçikdir bərabər 0-dan. Bunu 0-a bərabər eləsəm A çıx 3, A plus 3 kiçikdir 0-dan 3 və mənfi 3 alırıq. Kvadrat bərabərsi kiçik olanda aldığımız ədədlər bizim cavabımız olur. Mənfi 3, 3. 2 ilə 8 almışam. Hansı mənfi 3 ilə 3-ün arasındadır? 2. Cavab 2. Və yaxud belə də düşünmək olar. Buranı yazmadan deyərdim ki 9 çıx A kvadrat müsbət olmalıdır. Mən bura 8 qoysam 9 çıx 8-in kvadratı 9 çıx 64 mənfi edir. Deməli 8 olanmaz. 2 qoysam 9 çıx 2-in kvadratı, yəni 9 çıx 4 müsbət edir. Deməli 2 ola bilər. Belə də eləyə biləriz. Amma bu yazılış forması uşaqlar bu formadadır. Keçirik. İndi sizin üçün 33-cü sualı.
Deməli 33 sual belədir. Y bərabərdir 4m çıx m kvadrat üstə gəl 12 vur x üstə gəl 10m çıx m kvadrat çıx 16. Bu funksiya üçün bizə bir dənə qrafik veribdir. Qrafik bu formadadır. Biz bu qrafikə görə tapmalıyıq ki, m parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapmalıyıq. Deməli uşaqlar, birinci nədən başlayırıq? Başlayırıq ki, bu xətti funksiyadır, kx düz verir. K x plus b. Deməli, y oxunu müsbətdə kəsir, yəni b müsbətdir. Keçdiyi rüblər birinci və üçüncü rüblərdir. Deməli, birinci, üçüncü rübdən keçirsə, k-sı müsbətdir. 1-3-dən keçir, k-sı müsbətdir. B-də y oxunun kəsdiyi yerdə y-də müsbətdə kəsir. Yəni, b də müsbətdir. Bu iki bərabərliyi həll edib ifadəni tapmaq lazım. Yəni, 4m çıxılsın m kvadrat plus 12 bölü 0 və 10m çıx m kvadrat çıxılsın 16 bölü 0. Birinci bu mənfiyə bölək. M kvadrat çıxılsın 4m çıxılsın 12 kiçikdir 0-dan. Vuranda mənfi 12. Toplayanda da müsbət 4 eləyən hissə mənfi 2 ilə 6 aralığıdır. Burada isə yenə mənfiyə bölürəm. Vuranda mənfi 16, toplayanda da 10 eləyən hissə 2 ilə 8-dir. Yenə ədədlərin özləridir. Niyə ədədlərin özünü götürürəm? Kiçikdir olanda kvadrat bölürsə. Cavab həmişə ədədlərin özüdür. 59 çəkirəm və bunları intervallayıram. Mənfi 2, 6, və 2 də var. Və burada olsun 8. Birincini iştiraklayıram. Mənfi 2-dən 6-ya qədər. İkincidə isə 2-dən 8-ə qədər iştiraklayıram. Kəsişir hardanlara? 2-dən 6-ya qədər. Ala biləcəyi tam ədədlər 2 ilə 6-nın arasında 3, 4 və 5-dir. Bunun da cəmi olur 12. Keçirik 34-cü sualımıza. Sonra 34-cü sualımıza baxaq. Sualımız belədir. Fx xətti funksiyadır. 3x çıx 5. Üstə gəl f 2x plus 3 bərabərdir 15x plus 12. Sən f5 hesablamaq istəyir. Birinci, xətti funksiya nədir? Y bərabərdir kx plus b funksiyası xətti funksiyadır. İlk öncə burada tapıram f 3x çıx 5'i. Yəni x'in yerinə gətirib 3x çıx 5 qoyacağım. Bu x'in yerinə. K vurulsun 3x çıx 5 plus b. Yəni 3kx çıx 5k plus b. Bu bunun funksiyası. İndi ikinci səfər tapıram. F 2x plus 3. K vurulsun, yəni x'in yerinə 2x plus 3 yazacağım. Bu aldıqlarımı aparıb funksiyada yerinə qoyub həll edirəm. Deməli, f3x çıx 5'in yerinə yazacağım. 3kx çıx 5k plus b. Üstə gəl. f2x plus 3'ün yerinə yazacağım bunu. 2kx üstə gəl 3k plus b-ni bərabər eləyəcəm 15x plus 12'ye. İndi k'ları bir hesablayıram. Kx'ları daha doğrusu. Bu edir 5kx. Mənfi 5k'nın üstünə 3k gələndə daha doğrusu. Mənfi 5k'nın üstünə baxın bununla. Mənfi 5k'nın üstünə 3k gəlirəm. Edir mənfi 2k. B ilə də b-ni topladım. 2b. Bərabərdir 15x plus 12 yerində. Bunların bir-birinə bərabər olması üçün x'lər bir-birinə bərabər olmalıdır. Yəni bu. Bundan eyni şey olmalıdır. Yəni 5kx bərabərdir 15x'ə. X'ləri ixtisar elə. 15'i də 5'ə bölürəm. K'nı 3 tapa bilərəm.
Sərbəst ədlər də bir-birinə bərabər olmalıdır. Sol tərəfin sərbəst əddi -2 k üstəgəl 2b bərabərdir 12-dir. K-nı 3 tapdığımız üçün burada K-nın yerinə 3 qoyuram. B-ni tapaq. 12 üstəgəl 6, 18, 18-də 2 bölürəm, B oldu 9. İndi bizdən F5 istəyir, gəlin birinci funksiyamızı vuraq. Y bərabərdir Kx plus B deyil, K 3'dür, 3x üstəgəl B'miz də 9. Yəni funksiyam oldu bu formada. Mənə isə buradan deyir ki, F5'i tap. F5, yəni x'in yerinə 5 qoy. 3 vur 5 plus 9, 15 üstəgəl 9, 24. Əssalam. Tapdıq F5'i. 24. 35-ci suala keçək. Nə deyir? Deyir ki, L1 və L2 düz xətləri qarşılıqlı perpendikülər olarsa, L2 düz xəttinin tənliyini yaz. Bu L1 düz xəttidir. Bu L2 düz xəttidir. Bizdən L2 düz xəttinin tənliyini istəyir. Birinci gəlin bu düz xəttin K-sını tapaq. Deyək, siz K-nı hardan tapacaqsınız mənə? K-nı baxın, buradan tapacaq. Bu nöqtənin də, bu nöqtənin də, buradan bir nəvli B nöqtəsi deyək. A nöqtəsinin koordinatı var 4, 4. B nöqtəsinin koordinatına da -2, 0 deyə bilərəm və bu düz xəttin K-sını tapa bilərəm. K bərabərdir, Y2 çıx, Y1 bölünsün, X2 çıx, X1. Tutaq ki, X1, Y1, X2, Y2 olsun. Gətirək yerinə qoyaq. 0 çıx 4, deməli, -2 çıx 4. -4, bu da -6. Böləndə elədi 3-də 2. Və bu birincinin K-sıdır. Düz xətlər perpendikülərsə K1 vur, K2 -1'dir. K1'im 3'də 2 olanda K2'm olacaq -2'də 3. 1'i 3'də 2'yə böləndə eləyir -2'də 3. K2'ni tapdıq. Qaldı B-ni tapdıq. B-ni də hardan tapdım uşaqlar? Düz xəttin tənliyi Kx plus B-dir. Düzdür uşaqlar. K var. Bu düz xətt, söhbət bu ikinci düz xəttdən keçir. Bu düz xəttə aid olan A nöqtəsi də var da, koordinatları 4, 4. Gətirib yerinə qoyaq, B-ni tapaq. Deməli, Y-in yerinə 4, K-nın yerinə -2'də 3, X-in yerinə 4, B-miz də dursun yerində. 4 bərabərdir -6. 4'ü 2'ye böldüm 2, 2'ni çevirdim 6. 6 da digər tərəfə keçəndə B olur 10. Deməli, mənim düz xəttimin tənliyi Y bərabərdir Kx plus B-dir, düzdürmü? K-mız -2'də 3'dür, B-miz isə 10'dur. Deməli, tənliyim olur -2'də 3x üstə gəlir. 10 şəklində uşaqlar.